Gözləyir hələ də qızım, elə bir atası gələcək. Bir ümid gözləyir, çünki biz də gözləyirik. Bizə baxır, o da elə bir ki, atası gələcək. Elə bir şeydir ki, insan ümidini üzə bilmir. Biri var qohumunu itirəsən, biri var əzizini, canından canına, həyat yoldaşını, atanı itirəsən, ağır dərddir. Bəzən deyirəm ki, öz-özümə həm səni dəfə demək istəmirəm, sözü yaraşdırmıram, mən həm də ən gözəl sözləri yaraşdırıram. Çox çətindir. Allah heç kəsi göstərməsin, həqiqətən də. Nə bayramın olur, nə xoş gün olur, nə hər şeydə. Yarım desin. Bilirsiniz, Həmid evə gələndə bizim üçün ən gözəl qonaq idi, bilirsən. Hər gəlişi bir bayram. Bir süfrə açırdıq, hamımız təlaşlanırdıq, ən qəşəng paltarımızı geyinərdik. Özü qaraqabaq olsam da gülünü xoşdur ki, hamı desin, gülsün. Nə bilim, o özü belə qaraqabaq gəlsə bizə xoş olmaz ki, Allah görün Həmidin belədir. Şən idi, dəyin idi, gülən idi. Gülün, elə deyirdi ki, mən gələndə gülünüz deyilsin. Gülün deyil. Nə bilim, heç inanmazdım, bilirsiniz necədir? Elə bilir, biz evdə hamı elə bilir ki, hamıda neysə olar, Həmidən heç olmaz. Əslində, Həmid idi də, müharibənin içində olan Həmid idi bu, amma o bizim hər şeyimiz idi. Biz onun məsləhət yerimiz idi, ağsaqqalımız idi, həqiqətən də yaşaz olsa da, anam belə onunla məsləhət edirdi. Biz onun özü hər zamanda məsləhətinə qulaq asmışıq, heç vaxt yanılmamışıq. Mən sevinirəm ki, əslində, yəni hər bir qadına elə bir həyat yoldaşı qismət olsun, nəyə görə deyirəm. Çünki o mənim həm atam olub, həm anam olub, əslində atam anam da var, həm qardaşım olubdur. Hər bir nazımı çəkibdir, həm qısqancı olub, düzdür, çox qısqancı olub. Amma heç nəyimdə heç vaxt kəmam yoxdur. Yəni elə bir həyat yoldaşı itirmişəm ki, ömür boyu mən özümə gələ bilmərəm. Günay insan ən çox axşamlar insan özünə hesabat verir. O yoxluğu necə özünə izah eləyə bilirsən, necə qəbul eləyə bilirsən? Mən düşünəndə pis olaram. Mən düşünmürəm Həmid yoxdur. Mən dərinliyə qədər düşünsəm, elə bilirəm ki, dəl olaram. Çünki bir dəfə oturdum, düşündüm özümü. Mənə dedilər ki, biraz psixoloqa get və yaxud nəysə, özünlə danışlar, bacar ki, başa sal gözünə ki, bu insan yoxdur, gəlməyəcək. Oturdum, fikirləşmək istədim, o dərinliyə çatanda gördüm ki, boğuluram. İnsan özünü öldürmək istəyir. Bəzən deyirlər ki, övladlarım var. Deyirəm, elə bir an olur ki, övlad belə insanın gözünə görünmür. Həqiqətən də mən Həmiddən sonra 3 dəfə ciddi deyirəm, özümü öldürmək istəmişəm. Çünki bir şey deyəcəm, çox adam inanmır bu sözümə. Mən Həmidi övladlarımdan çox istəmişəm. Əslində elə olmalıdır. Mən analar deyirək, ən gözəl tikəni övladına salır, mən həm də saxlamışam. Mən də Günayana görə sevmişəm mənim oğlumu. Anam həmişə deyir, sən mənim oğlum. Biz həmişə deyirdik ki, anam övladlarım Həmid gələndə üzr istəyirəm. Anamla yatırdı və deyirdi.